Nəinki Azərbaycanda, hətta Kitayda da qanunlar dəyişəcək. Avtomobil sahəsində ciddi dəyişikliklər olacaq. Bunu öncədən anons eləmişdim. Böyük bir videom var bunun haqqında. Mənim səhifəmdə baxa bilərsiniz. Amma son dönəmlərdə şəhərə girişin dəyişməsi ilə bağlı, ictimai nəqliyyatda qiymətin dəyişməsi ilə bağlı, normativ dəyişməsi ilə bağlı müxtəlif fərmanlar və proyektlər göstərilir. Amma bu hələ ki başlanğıcdır. Mən öncədən də demişdim, 2026-cı il üçün eyni zamanda normal minik avtomobillər üçün distributorlar haqqında qanun, servislər haqqında qanun, idxalatda qanunun dəyişməyi, nəinki Azərbaycanda, hətta Kitayda da qanunlar dəyişəcək və eyni zamanda bizə göndərən ölkələrdə də normalar dəyişə bilər və ona görə də avtomobil sahəsində ciddi dəyişikliklər olacaq. Mən ona görə də həm biraz ara verək deyə, həm də ki, bu məlumatlar tam oturuşsun deyə ki, mən rəy bildirə bilim, sizə köməklik göstərə bilim yenə də avtomobil sahəsində. Bunun üçün biraz zaman keçməli idi. Mən ona görə xüsusilə 2026-nı gözləyirəm və inşallah Allahın izni ilə 2026-dan sonra rəy bildirəcəm. Əsasən mətbuat işçiləri, üzr istəyirəm sizdən, sizə heç bir intervyu verə bilmirəm, sizə heç bir məlumat verə bilmirəm. Ona görə ki, hamınıza bildirmişəm. Yalnız və yalnız inşallah 2026-cı ilin yanvarından sonra bütün qanunlar üzə çıxandan sonra, bütün qaydalar üzə çıxandan sonra mən yenidən inşallah şərhlərimi və videolarımı sizə bildirəcəm. Sağ olun.